Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Nizami Savxozunda, yəni 5-ci mikrorayonda 3-cü mərtəbədə 3 otaq, 4 otağı düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. Qiymətin 85 min manatdır. Ancaq onu da deyim ki, qiymətində mütləq razılaşma olmalıdır. Təmirini necə görürsünüz, bu cürdə var. Bax, o 3 otaq, 4 otağa düzəldilmiş otaq buradır. Yəni 93 kvadrat metrdir. Mənə bu cür deyilib. Hal-hazırda həmin bu otağın ölçüsü 7-nin 5 yarımadır. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bundan başqa, onu da deyim ki, yəni ipoteka yararlıdır. 3-cü mərtəbədir. İndi isə mən deməli qapıdan giriş hissəsini göstərirəm. Mənə elə gəlir ki, qapısı dəmir olmalıdır. Bir dəqiqə. Qapısı dəmirdir. İndi isə bu otaqların ölçüsü 4-ün 4-dədir. Bax, belə bir deməli 3 otaq, 4 otaq düzəldilmiş mənzilin qiyməti 85 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bildiyiniz kimi 5-ci mikrorayonda, yəni 7 nömrəli orta məktəb, bundan başqa həmin məktəbin yanında ya 32-dir, ya 33 nömrəli uşaq bağçası yerləşir. Çox yaxınlıqdan 9A və deməli 18 nömrəli marşrutlar işləyir. İndi isə mən sizə mətbəxini göstərirəm. Bax, necə görürsünüz, təmiri bu cürdür. 3-cü mərtəbədir. Qiymətin 85 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. 2 tonluq su bakı var. İndi isə mən sizə hamamını göstərirəm. Bax, hamamın bu vəziyyətdədir. Bura deməli bu ərazidir. Qarşıda isə 3-cü otağı görmək mümkündür. Yəni hal-hazırda 3-cü otaq, eyni zamanda 4-cü otaqda demək mümkündür. 3 otaq, 4 otaq düzəldilib 93 kvadrat metrdir. Qiymətin 85 min manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.